Salam əziz abituriyentlər. Bundan öncəki videoda biz dəyər kurslarının mayın 18-də keçirdiyi blok sınaq imtahanının izahına baxmışdıq. Azərbaycan dili suallarının izahına baxmışdıq. İndi həmin imtahanın, sınaq imtahanının ədəbiyyat suallarının izahını verməyə çalışacağıq. 61-ci sual. Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitələrindən biri aşağıdakı variantlarda yanlış verilmişdir. Yenə payız gəldi, qonaqlar kimi. Bu təşbihdir. Birdən yanlışı soruşur. Soldu məhəbbətim yarpaqlar kimi. Ürək pıçıldayır. Metafor. Dodaqlar kimi. Külək. Niyə belə əsirsən külək? Külək, külək. Təkrir. Soldu məhəbbətim yarpaqlar kimi. Burada inversiyada var. Niyə ümidimi kəsirsən külək? Burada epitet yoxdur. 61-ci sualda doğru cavabımız Y variantı epitet. 62-ci sual. Nümunə haqqında yanlış fikri seçin. Səhərin ilk işıqları ilə bərq vuran vadidə hər şey sükut içində idi. Yumşaq meşə küləyi isə incə yarpaqlara oxşuyur, uzaqlarda axan çayın səsi sakit bir nəğmə kimi yayılırdı. Göy üzü şəffaf mavi, dağların zirvələri isə ağ duman pərdəsinə bürünmüşdü. Çiçəklərlə örtülü düzənlikdə irili xırdalı rəngarəng nöqtələr göz qamaşdırırdı. Təbii bir harmoniya içində torpaq nəfəs alır, günəş yavaş-yavaş torpağa şəfəqini sərirdi. Biz yanlış axtaracağıq. Deyir, peyzaj nümunəsidir. Bəli, peyzaj nümunəsidir bu. Təşbihdən istifadə edilmişdir. Burada bayaq var idi. Təşbih. Sanki bir nəğmə kimi. Təşbihdən istifadə edilib var. Köçürmə yolu ilə fikrin bədii təsir gücü qüvvətləndirilmişdir. Bu metaforu soruşur burada. Göyün üzü şəffaf mavi pərdəyə bürünmüşdü. Metafor var. Nümunədə fikirlərin qarşılaşdırılması yolu ilə təzad yaradılmışdır. Burada təzad yoxdur. Nümunənin aid olduğu ədəbi növ üçün təhkiyə üsulu xarakteridir. Bu nümunə epik növə aiddir. Epik növdə aid olan epik növün xüsusiyyətlərindən biri də təhkiyə üsulu aparıcıdır. Bilirsiniz ki, epik növdə olan əsərlərdə süjet xətti olur, hadisələr olur. O hadisələr də təhkiyə yolu ilə açılır. Ona görə Y də doğru cavabdır. Bizdən yanlışı soruşduğu üçün 62-də doğru cavabımız D variantı. 63-cü sual. Həmzənin qrafikə açılması qolundan verilmiş obrazlarla bağlı uyğun olmayan variantı müəyyən edin. Obraz doğrudur, yanlışdır. 1. Həmzə. Məkr və ağıldan istifadə edir, doğrudur. Açıq döyüşə girərək güc tətbiq edir, bu yanlışdır. Həmzə heç vaxt açıq döyüşə girmir. Yəni doğrunun altından doğru, yanlışın altından yanlış yazıldığı üçün bunu götürmürük. Biz əksin götürəcəyik. 2. Koroğlu. Şəxsi intiqam hissini daim öndə tutur. Bu yanlışdır. Doğrunun altından yazdığı üçün bunu götürürük. Koroğlu heç vaxt şəxsi intiqam hissi ilə yaşamır. 3. Hasan Paşa. Koroğlunun atasının gözlərini çıxartdırır. Doğrudur. Qolun sonunda Koroğlu tərəfindən öldürülür. Bu yanlışdır. Doğrunun altından doğru, yanlışın altından yanlış. Doğru olduğu üçün götürmürük. Nigar xanım bütün məqamlarda Koroğluya haqq qazandırır. Bu bir məqamda yanlışdır. Doğrunun altından yanlışdır. Koroğlu ilə birlikdə səfərə çıxır. Yəni bu artıq yanlış idi. 5. Eyvaz. Yuxusunda görür ki, Toqatda Hasan Paşanın yanındadır. Bu yanlışdır. Koroğlunun qıratı gətirməyə getməsinə qarşı çıxır. 5. Yanlışdır. Yanlış olduğu üçün götürürük. 63-də 2, 4, 5 A variantı. 64-cü sual. Bəxtiyar Vahabzadənin İstiqlal poeması ilə bağlı yanlış fikirdir. 1. A variantı. Gülüstan poemasının davamı olaraq yazılmışdır. Bəli, doğrudur. Əsərin son bəndində şair gələcək üçün nikbin olmayan fikirlər, xeyr, nikbindir. Yanlışı soruşur. Nikbin olmayan yox, nikbin fikirlər səsləndirir. Poemada Şəhidlər poemasının, Gülüstan müqaviləsinin adı çəkilir. Bu doğrudur. Heca vəznində yazılan əsərin şeir vahidi bənddir, düzdür. Əsər vahid söz xətti yoxdur, bu da doğrudur. Yanlışı soruşur. 64-də doğru cavabımız B variantı.
65-ci sual. Qurunun oduna yaşlılar da yanacaq. Biçarə parislilər bizə bir zad eləməmişdilər. Bu hekayəti Müsyo Jordan Həkimi Nəbatat və Dərviş Məstəri Şah Cadükünün məşhur Axundzadənin əsərindəndir. Bir fikrini səsləndirən obraza aiddir. Bu fikri Şəhrabani səsləndirib. Göz yaşı axıtmır. Bu doğrudur. Doğruluğunu seçirik. Şahbazın sevdiyi üçün onun Parisə getməsini istəmir. Bu qıza aid idi. Qonaqpərvərdir. Bəli, qonağı layiqincə qarşılayır. Düşünür ki, bir dil artıq bilməklə ağıl artmaz. Bu ona aid fikir deyil. Məstəri Şah tərəfindən aldadılır. Bəli. 65-də doğru cavabımız 1, 3, 5. B variantı. 66-cı sual. Müxtəlif sənətkarların yaradıcı ilə bağlı fikirlərdən yanlış olanı seçin. Səməd Vurğun hər üç ədəbi növdə yazmışdı. Doğrudur. Hüseyn Cavidin Bahar Şəbnəmləri poeması süjet xəttinə malikdir. Bu yanlışdır. Nəyə görə? Hüseyn Cavidin Bahar Şəbnəmləri bu kitabdır. Cəfər Cabbarlı Sən də bir şeirində səfalət içində yaşayan insanların acınacaqlı vəziyyətindən bəhs etmişdi. Doğrudur. Ona görə götürmürük. Şirvani Eşək və Arılar əsəri epik növdədir. Bəli. Sabir satiralarını yalnız əruz vəznində yazıb. Bəli, bilirik ki, Sabir heca vəznində əsər yazmayıb. Doğru olduğu üçün götürmürük. 66-da doğru cavabımız B variantı. 67-ci sual. İlyas Əfəndiyevin Xuştubanın Natəvan əsərindən verilmiş düzgün ardıcıllığı müəyyən edin. Burada baxaq, birinci hansı gəlir? Birinci 3 gəlir. Xuştubanı canişində mülklərinin qaytarılmasını tələb edir. Bu əsərin lap əvvəlindədir. Bunu bilirsiniz. Sonra Seyid Hüseyn Xuştubandan sığınacaq istəyir. Bəli, ikinci buydu. Sonra üçüncü. Xalq bulağın açılışı ilə bağlı Xuştubanı alqışlayır. İran şahzadəsi Xuştubanı ilə görüşür. Daha sonra isə Seyid Hüseyn həbs edilir. Buna uyğun variantımız C variantı. 67-də doğru cavabımız C variantı. Əsərləri öyrənərkən məzmun ardıcıllığına mütləq fikir verin, çünki buna aid suallar yetərincə düşür. Anarın keçən ilin son gecəsi əsərlə bağlı verilən klasteri tamamlayan fikirləri müəyyən edin. Həmidə 4 övlad böyütmüşdür. Deməli, biz doğru fikirlər seçəcəyik. İlk dəfədir ki, bayramı övladları ilə eyni masa arxasında keçirə bilmir. Bu yanlış fikirdir. Nəyə görə? Çünki deyirik bir dəfə də 1952-ci ildə biz qatarda qalmışdıq, keçirə bilməmişdik evdə. Bu əsərdə deyilir. Tofiqi nişanlısı ilə barışdırır. Bu Tofiq deyil, onun böyük oğlu idi. Eynəkli kişi ilə həmfikirdir, həmfikir deyil. Qəzənfərin səs yazısı ona həyatın mənasını açır. Bu doğrudur. Dilarəni müsamerəyə getmək üçün razı salır. Bu da doğrudur. 4-dən 5. B variantı. 69-cu sual. Məmməd Arazın Azərbaycan Dünya Mənim şeirlə bağlı yanlış fikri seçin. Müəllif yanlışa baxacaq. Müəllif əsərdə dünyaya Azərbaycan adlı dünyadan baxdığını deyir. Azərbaycan dünyasından baxar dünyaya. Belə bir fikir var idi. Doğrudur. Əsərin şeir rivayəti müəllifin Əsgər məktubu şeiri ilə eynidir. Eyni təşkil edir. Bəli, hər ikisi bəndişlər şəklindədir. Şair şeirdə 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikasını da yada salır. Burada belə bir fikir yoxdur. Bu yanlışdır. Əsərdə Füzuli, Nizami, Sabir kimi şairlərin adı çəkilir. Doğrudur. Heca vəznində yazılmışdır. Doğrudur. 69-da doğru cavabımız C variantı. 70-ci sual. Hansında kompozisiyanın ünsürləri müşahidə edilir? Vaqifin Pəri qoşmasında rədifdən istifadə edilmişdir. Rədif kompozisiyanın ünsürü deyil. Xətainin Dəhnamə əsərində əvvəlində Bahariyə adlı təbiət təsvirinə yeri verilmişdir. Bahariyə peyzaj nümunəsidir. O da kompozisiyanın ünsürlərinə aiddir. Füzuli Leyli və Məcnun əsərdə müxtəlif lirik janrlara müraciət etmişdir. Bu da lirik ricat adlanır. Bu da aiddir. Əhməd Cavadın Səsli qız poemasında
Səsli qıza, Saraya müraciətlə deyilənlərin əks olunduğu ilk səhifəni poemanın proloqu saymaq olar. Belə, proloq da kompozisiyanın ünsürlərinə aiddir. Mikayıl Müşfiqin Yağış yağarkən şeirində tam qafiyədən istifadə etmişdir. Tam qafiyə ümumiyyətlə kompozisiyanın ünsürü deyil. Şirvaninin Gürş qılı müxəmməsində bədii təsvir və ifadə vasitələrindən istifadə yolu ilə əsəri bədii cəhətdən qüvvətləndirmişdir. Yenə də bunlar da təsvir ifadə vasitələri də kompozisiyanın ünsürləri deyil. 70-də doğru cavabımız 2, 3, 4 C variantı. 71-ci sual. Müqayisə cədvəlindəki doğru fikirləri müəyyənləşdirin. Talvar, Çınar ömrü, bir də ortaqlara baxacağıq. Müəllif əsərdə vurğulayır ki, insan öz peşəsinə qəlbən vurğu olmalıdır. Bəli, bu Talvar əsərində var, doğru fikirdir. İnsan təbiətlə əlaqələndirilmişdir. Bu, hər ikisinə aiddir, ortaq fikirdir. Əşya obrazından istifadə edilmişdir. Əşya obrazından hər ikisində istifadə edilib. Nəzmin tələblərinə əməl olunmuşdur. Bu, Çınar ömrü nəzm əsəri olduğu üçün bu var. Ailə münasibətlərindən bəhs olunur. Bu, ortaq xüsusiyyət deyil. Ona görə yanlışdır. Əsərdə əsas mövzu təbiət hadisəsi fonunda insana, onun mənəviyyatına, dəyərini istiqamət işıqlandırmaqdır. Bəli, bu ortaq fikirdir. 71-də doğru cavabımız 1, 4, 6 D variantı. 72-ci sual. Cümləni tamamlayacaq fikri müəyyən edin. Nəsiminin Sığmazam şeiri Şirvaninin Gürş qılı əsərindən fərqli olaraq deməli, elə bir xüsusiyyət seçməliyik ki, bu Nəsiminin Sığmazam şeirinə aid olsun, Gürş qıla aid olmasın. Lirik növdədir, ortaq xüsusiyyətdir. Ona görə bunu götürmürük. Tərənnüm əsasında yazılmışdır. Bunu da götürə bilmərik, ortaqdır. Süjeti olmayan əsərdir. Bəli, hər ikisi lirik əsərdir. Tam qafiyə hər ikisində var. Beytlər şəklindədir. Sığmazam beytlər şəklindədir. Şirvaninin Gürş qılı isə bəndlər şəklindədir. Ona görə bu fərqlidir. 72-də doğru cavabımız Y variantı. 73-ə baxırıq. Nizami Gəncəvinin İskəndərnamə əsəri ilə bağlı verilən fikirlərdən hansı yanlışdır? Dar ilə müharibə zamanı hər iki tərəfin qoşunu düşünür ki, bəlkə sülh olsun. Bəli, döyüşdən sonra bunlar artıq gücləri tükənir, belə fikirləşirlər. Bu doğrudur. İskəndər peyğəmbərlik səfərinə çıxarkən taxtını Ərastuna tapşırır. Ərastuna deyil, oğluna tapşırır. Bu yanlışdır. İskəndər obrazı müəllifin təxəyyülün məhsuludur. Bu da doğrudur. Dara həm bir insan kimi, həm də bir hökmdar kimi mənfi xarakterə malikdir. Bu doğrudur. Əsərdə öz əməllərindən qurbanı olan şah obrazına yer verilmişdir. Bəli, bu da doğrudur. Yanlış olanımız B variantı idi. 73-də doğru cavab B. 74-cü sual. Əli Səmədlinin Qanlı Bənövşə əsərindəki zərif obrazı ilə bağlı verilən cədvəldəki doğru fikirləri müəyyən edin. Doğrulara baxacağıq. Xarakteri. Düşmənçilik onun ruhuna hakim kəsilmişdir. Qarşısına yanlış yazıb, yanlışın qarşısına yanlış yazdığı üçün bunu götürürük. Deməli, doğru çalanıb. Nitqi. Bəs türk kimdir? Bəli, zərfin nitqidir. Doğrudur. 3. Nitqinə aiddir. Anam deyir ki, səninlə oynamayım. Bu zərfin sözləri deyil. Yanlışdır. Əməli. Toyuqların itməsinin anasına, yuxusunu atasına danışır. Burada tərsinə olur. Toyuqların itməsinin atasına danışır, yuxusunu anasına danışır. Qarşısından doğru yazdığı üçün götürmürük. Yanlışdır. 5. Süsənin yanına gəlib onu da oynamaq istəyir. Doğrudur. Doğrunun qarşısından doğru yazıb onu da götürürük. 1, 2, 5. Doğru cavab Y variantı. 75-ci sual. Zəhər hekayəsinə əsasən uyğun fikirləri müəyyən edin. Uyğundursa doğrudan doğrunu, yanlışdan yanlış seçəcəyik. 50 yaşı olan Mirqasım kişi ömrünün çoxunu meşəyə həsr etmişdi. 50 yaşı olan kişi bu, bəli, bu yanlışdır. 2-yə baxırıq. Meşədəki hər otu, çiçəyi yaxşı tanıyır. Bu doğrudur. Yanlışın altından yanlışı. Daşdəmirin vaxtı ilə ona verdiyi qonaqlığın rüşvət olduğunu bilir. Yox, bilmirdi bunu. Bunu süd almağa gedəndə Daşdəmirin dilindən eşidir. Bu yanlışdır. Yanlış olduğu üçün götürürük. Südü pulla almaq ağlına gəlsə də bu fikirdən daşınır. Bu doğru fikirdir. Doğru olduğu üçün götürmürük. Doğru cavabımız 2, 3,
C variantı. 76-cı sual. Lirik növün janrları ilə bağlı yanlış fikri seçin. Bəndlərdəki misraların sayına, qafiyə quruluşuna görə müxəmməsin eynidir təxmis. Bəli, müxəmməslə təxmis də beşləməlidir. Bilirsiniz, 5 misra bəndlər şəklindədir, eyni ilə olduğu kimidir. Doğrudur bu. Bizdən yanlışı soruşur. Şeir şəkli, bənd sayı, vəzni, bəhri etibarilə eynidir. Tuyuq və rübai. Deməli, tuyuq şeir şəkli düzdür, bənd sayı düzdür, bir bənddən ibarətdir, vəzni. Hər ikisi əruz vəznində də düzdür, lakin bəhri yanlışdır. Tuyuq rəməl bəhrindədir, rübai isə həzəc bəhrində olduğu üçün bu yanlışdır. C. Qafiyə sistemi qəzəllə eynidir, qəsidə bəli, qəsidə ilə qəzəlin qafiyə quruluşu eynidir, doğrudur. Şeir vahidi eyni olsa da qoşmanı mürəbbidən fərqləndirir, vəzni düzdür. Hər bir şey eynidir, sadəcə mürəbbi də dördlükdür, qoşma da dördlükdür. Mürəbbi əruz vəznindədir. Vəzni eyni olsa da qafiyə sistemi fərqlidir. Bu da düzdür, qəsidə ilə qitəyə aiddir. Bunlarda qafiyə sistemi fərqlidir. Qəsidədə eyni ilə qəzəldəki kimidir, qitədə isə qəzəlin birinci yox, digər beytləri ilə eynidir. Doğrudur. 76-da doğru cavabımız B variantı. 77-ci sual. Füzulinin Leyli və Məcnun poeması əsasında cədvəldəki uyğunluğu müəyyən edin. Leyli məktəbə gəlmir, səbəb. Nəticədə Məcnun Leyliyə məzəmmət dolu məktub yazır. Bu, həmin vaxt deyil. İbn Sinama ərə getdiyinə görə yazmışdı. Yanlış əlaqələndirilmədi. Məcnun Leylinin atasına düşmənçilik edir. Leylinin atası Məcnunu öldürmək qərarına gəlir. Leylinin atası Məcnunu ona görə öldürmək istəyir ki, çünki Məcnun Leylinin adını biabr eləmişdi. Onların adını biabr eləyir, ona görə öldürmək istəyir. Düşmən olduğu üçün yox. Leyli anasının dərdini açır, anası Leyliyə çarə axtarır. Leyli anasına dərdini yalnız öləndə vəsiyyət eləyən açır, bu da artıq gec idi. Atası Leylinin nişanlı olduğunu bildirir. Nofə silahını açır, yox, atır və öz ölkəsinə üst tutur, bəli. Deməli, Leyli atası Leylinin nişanlı olduğunu bildirir döyüşdən sonra. Artıq nofə silahını atır və öz ölkəsinə üst tutur. Bu doğrudur. Y variantı, Leyli Məcnununa sadiq deyil, sadiqdir, bu yanlışdır. Sadiq deyil, yox. Leyli hər zaman ölünə kimi də sadiq olur, yanlışdır. 77-də doğru cavabımız D variantı. 78-ci sual. Bircəlinin Açıq kitab romanındakı obrazlarla bağlı yanlış fikri seçin. A. Gəldiyevi savadsız hesab edir. Rübabə, bəli. Rübabə deyir ki, Gəldiyev nə bilir ki, mənə də nə öyrədə, bu doğrudur. Komitə ilə məsləhətləşən Verdiyev Vahidin məktəbdən kənarlaşdırılması haqqında əmr verir. Bu, Verdiyev komitə ilə məsləhətləşmədən belə bir qərar verir, bu yanlışdır. Vahidi zəmanətə götürür Səttarzadə, doğrudur. Gəldiyevin diplom alandan sonra ilk tikinti işinə irad tutur Vəzirbəyli, doğrudur. İnkişafa mane olanlarla mübarizədə şəxsi intiqam hissindən uzaqdır Vahid, bəli. Vahid şəxsi intiqam hissini güdmür. 79-cu sual. Füzuli yaradıcılığına əsasən uyğunluğu müəyyən edin. Doğrudur, yanlışdır. Uyğunluğu soruşursa biz doğruları seçəcəyik. Doğrunun altından doğrusu, doğrunu, yanlışın altından yanlışı. Həft Can Bəngübadə əsəri ilə eyni dildə müxtəlif janrdadır. Eyni dildə. Bəngübadə ana dilindədir, Həft Can fars dilindədir. Bu yanlışdır. Səhv və mərəz süjet xəttinə malikdir. Bəli, bu doğrudur. Hədis-i Ərbəin tərcümə əsəridir. Bu doğrudur. Tərcümə əsəridir. Yanlışın altına yazdığı üçün bunu götürmürük. Söz qəzəli həzəc bəhrində deyil, rəməl bəhrindədir. Bu yanlışdır. Yanlışın altına yanlış yazdığı üçün götürürük. 2, 4, D variantı. 79-da. 80-ci sual. Xəlilrza Ulutürkün Qaytar mənim qüdrətimi Azərbaycan şeirini Almas İldırımın Əsir Azərbaycan əsərinə fərqləndirən xüsusiyyəti müəyyən edin. A. Şair əsərdə doğma yurdu Azərbaycanı vəsf edir. Bu, hər ikisində var. Fərqli deyil. Şair vətənini müqəddəs yerlərlə bərabər tutur. Bu əsir Azərbaycanıma aiddir. Gönlümə tək Kəbə etdim səni mən. Sənsiz mən neynim, Allahı mən deyinimən.
Əsər Azərbaycana aiddir. Xalqın qəhrəman oğullarının adı çəkilir. Bu, Qaytar mənim qüdrətimi Azərbaycan şeirinə aiddir. Təhkiyə əsasında yazılmışdır. Heç birisində təhkiyə yoxdur. Müəllif əsərdə ümidsizdir. Ümidsizlik heç birisində yoxdur. Hər ikisində nikbin ruh hakimdir. 80-ci sualda doğru cavabımız C variantı. 81-ci sual. Hüseyn Cavidin ana əsəri ilə bağlı yanlış fikir seçin. A. Anaya oğlunun gəldiyini xəbər verən obraz intiqam mövzusunda onunla həmfikir deyil. Bəli, Səlim vermişdi, amma onunla həmfikir deyil. O intiqam almaq istəyir. Murad tutduğu əməldən peşman olur. Doğrudur. Orxan maddi olaraq zəngin olsa da mənəviyyətcə yoxsul insandır. Doğrudur. Qanpolad ölərkən intiqamının alınmasına vəsiyyət edir. Yanlışdır. Qanpolad ölərkən artıq deyir ki, mən öz intiqamımı almışam. İntiqam almaq lazım deyil. Yanlışdır. Mövzu Dağıstan həyatından alınan bu əsər bir pərdədən ibarətdir. Doğrudur. 81-də doğru cavabımız D variantı. 82-ci sual. Seyid Əzim Şirvaninin Qafqaz müsəlmanlarına xitab şeirlə bağlı doğru fikirləri seçin. Doğrulara baxacağıq. Əruz vəznində xəfif bəhrindədir. Doğrudur. Şeirdə rədif işlənmişdir. Rədif yoxdur. Xalqın düşmənləri qəzəb və nifrətlə ifşa edilmiş. Mütərəqqi ideyalar təbliğ edilmişdir. Bu doğrudur. Şeir vahidi bənddir. Şeir vahidi bənd deyil, beytdir. Müəllifin maarifçi ideyalarını əks etdirir. Bu da doğrudur. 1, 3, 5. B variantı 82-də. 83-cü sual. Mirzə Fətəli Axundzadənin Aldanmış Kəvakib əsərindəki maarifçi obrazla bağlı doğru fikirlər seçin. Bu, Yusif Şaha aiddir. Ruhanilərin maaşını azaldır. Belə bir fikir yoxdur. Vergi məbləğini orta miqdaradək azaldır. Bu doğrudur. Paxıl kinli intiqamçıdır. Deyil. Əsərin sonunda itkin düşür. Bəli, bu var idi. Əzici qanunlar ağır vergilərlə xalqa zülm edir. Bu yanlışdır. 2 və 4. 83-cü sualda doğru cavabımız 2 və 4. 84-cü sual. Dərzi şagirdi Əhməd nağıl ilə bağlı doğru fikirləri seçin. Hadisələr Həmədanda cərəyan etmir. Əhməd yuxusunu ilk öncə Pəri Sultana danışır. Ümumiyyətlə yuxusunu heç kimə danışmır. Ən sonunda deyəcək onu. Əhməd əzimkar, səbirli və bacarıqlıdır. Bəli. Allahverdi xan mənfi obrazdır. Mənfi obraz deyil. Çünki onu bir neçə yerdə görürük. Onun sözlərindən, hərəkətlərindən görürük ki, mənfi obraz deyil. Namussuz yaşamaqdansa namuslu ölmək daha əfsəldir fikri vəzir obrazına aiddir. Bəli, bu vəzir Allahverdi xana aiddir. 3 və 5. 84-də doğru cavabımız. 85-də. Molla Pənah Vaqifin Hafik yoxdur əsərlə bağlı yanlış fikirləri seçin. Əsərdə bir sıra ictimai mətləblərə toxunulmuşdur. Bu doğrudur. Son bəddə müəllifə müraciət vardır. Müəllifə müraciət deyil. Müəllifin adı çəkilir, amma müraciət yoxdur. Kür qırağının təbii imkanları ilə xalqın dolanışığı arasındakı ziddiyyət şairi narahat edir. Bu doğrudur. Şeirdə rədifdən istifadə edilməmişdir. Edilib. Əsər heca vəznindədir. Bəli. 2 və 4. Doğru cavabımız. Səsən 6-cı sual. Mir Hüseynin Odlu Qılınc əsərlə bağlı yanlış fikirləri seçin. Düşmən sayca Cavanşirin qoşunundan 10 dəfə çox olur. Bu doğrudur. Urmuz və Cavanşir arasındakı ədavət onların vətən sevgisinə mane olur. Bildikləri xeyr, qətiyyən belə deyil. Cavanşir xatunun Cavanşiri döyüşə yola salarkən dediyi sözlər nəinki oğlunu, bütün Girdiman igidlərini qələbəyə ruhlandırır. Bu da doğrudur. Cavanşirin ilk elçisi hamıdan əvvəl atası varaz görür. Atası görmür, anası görür. İlk əvvəl yanlışdır. Cavanşir Girdiman dövlətinə və atasına layiq bir övlad olduğunu sübut edir. Bəli, bu da doğrudur. Yanlışı soruşduğu üçün yanlışlar da 2 və 4-dür. 86-da. 87-ci sual. Uyğunluğu müəyyən edin. Manqurt, intiqam, namərd gülləsi. Qarabağ müharibəsinin ağır günləri təsvir edilir. Bu intiqam əsərindədir.
İnsan keçmişini unutmamalı, öz soykökündən uzaqlaşmamalıdır. Bu manqurt əsərinə aiddir. Əsərdə müəllif mərdlik və namərdlik, xeyirxahlıq və bədxahlıq arası anlayışları qarşılaşdırılır. Namərd güləsinə aiddir. Əsərin məzmunu namərd çörəyi dizinin üstündə olar. Namərdin çörəyi. Bu da namərd güləsinə aiddir. Yaralı qadına mərhəmət etməyəcək qədər insanlıqdan uzaq erməni obrazları iştirak edir. Bu da İntiqam əsərindədir. 1-ə Y, 2-yə AB, 3-ə CD. 88-ci sualımız mətnlə bağlıdır. Mətni oxuyun. Suala baxaq. Doğru bəndi seçin və fikrinizi əsaslandırın. Nümunə poema janrında olan əsərdən götürülmüş bir hissə ola bilər. Poema deyil, çünki nəsrlə yazılıb. Bilirsiniz ki, poemalar nəzmlə yazılır. Nümunə povest janrında olan əsərdən götürülmüş bir hissədir. Nümunə faciə janrında olan əsərdən götürülmüş bir hissədir. Faciə janrında deyil, çünki monoloq dialoqlardan istifadə olunmayıb. Deməli, biz burada seçəcəyik ikincini. Buraya yazırıq povest və yaxud 2 yazırıq. Belə hər ikisini yaza bilərsiniz, ikinci fikri. İndi bunun əsaslandırması. Deməli, nəyə görə povest? Çünki mətn nəsrlədir, hadisə təhkə yolu ilə verilir. Nəyə görə poema janrında digər 2 bəndin seçilməməsinin əsaslandırılması? Nəyə görə poema deyil? Poema deyil. Nəyə görə? Çünki poema nəzmlə olur, bu isə nəsrləndir. Sonra buna baxaq. Faciə deyil. Nəyə görə faciə deyil? Çünki bayaq da dedim ki, faciədə dram əsəridir. Dramatik növdə yazılan əsərlərdə monoloq və dialoqlardan istifadə olunur. Burada hadisələr sadəcə təhkə yolu ilə verilib. Ona görə faciədə deyil. 89-cu sual. Mətnin məzmununa əsasən nöqtələrin yerini dolduraraq cümləni tamamlayın. Elə edin ki, tamamlanmış cümlədə bəzi insanlarda müşahidə olunan mənfi cəhətlərə toxunulsun. Deməli, bir nəfər əlini uzadır, qatar yola düşəndə əlini uzadır ki, mənə sunan yanıram, mənə su ver. Bu da bilir ki, artıq çatdırıb ona pulunu verə bilməyəcək, amma yenə də insanlıq xatirinə susuzluqdan yanan adama su verir. Amma o nə edir? O da namərdlik edir. Dolçanı da götürüb gedir, heç dolçanı da qaytarmır. Su içir, dolçanı da qaytarmır. Deməli, bu insanlardakı namərdliyi vurğulamaq lazımdır. Bura nə yaza bilərik? Məsələn, bura yaza bilərik aldanıldığını. Əlbəttə, bu hissəni oxuyuruq. Əlbəttə, o da bilirdi ki, dolçadan ötürü ağlamırdım. Aldanıldığım, buraya yaza bilərik ki, tutaq ki, aldanıldığım üçün ağlayırdım. Yaxşılıq edən adama qarşı namərdlik edildiyi üçün ağlayırdım. Və yaxud yaxşılığımın əvəzində namərdlik gördüyüm üçün ağlayırdım. Bu fikirlərdən hər hansısa birini buraya yaza bilərsiniz. 90-cı sual. Mətnin giriş hissəsində cümlələrdən biri tünd hərflərlə verilmişdir. Mətnin sonraki hissəsində yer alan hansı cümlə həmin cümlə ilə ziddiyyət təşkil edir? Həmin cümləni müəyyən edərək yazın. Mətnin əvvəlində deyir ki, lap ucuz qiymətinə satıram. Amma burada da deyir ki, onun aşağıda. Amma deyir bu hissədə. Amma elə olurdu ki, bəzən mən suyu lap turp qiymətinə, yəni baha. O da turpu su qiymətinə, yəni ucuz satırdı. Burada deyir ucuz qiymətə satıram, amma aşağıdakı cümlədə deyir ki, suyu lap turp qiymətinə satırım. Deməli, burada da baha satırmış. Ona görə bu iki fikir ziddiyyət təşkil edir. Belə dəyərli dostlar, sınağımızın izahı bura qədər. İzlədiyiniz üçün təşəkkürlər.